Biri var idi, biri yox idi. Bir kəndin kənarında qoca bir ev vardı. O evin qapısı hər səhər açılar, həyətindən gül ətri yayılardı. O evdə mehriban bir nənə yaşayırdı. Onun 4 nəvəsi vardı. 2 qız, 2 oğlan. Məhəbbət Ofeliya, Etibar və Cəfər Sadiq. Nənə nəvələrini dünyadakı hər şeydən çox sevirdi. Onların hər birinə xüsusi qayğı göstərirdi. Hər səhər sübh tezdən qalxar, bağçasındakı güllərə su verər, sonra uşaqları oyadardı. Nəvələri gözlərini açan kimi otağa yayılan gül ətri onları sanki qucaqlayardı. Bir gün Məhəbbət soruşdu: "Nənəcan, sənin otağın niyə həmişə gül ətri qoxur?" Nənə gülümsəyərək dedi: "Çünki mənim sevgim gül kimidir. Mən sizə olan məhəbbətimi güllərin qoxusu ilə bölüşürəm." Etibar nənəsinin əlindən tutub dedi: "Demək biz də gül ətri kimi sevilirik?" Nənə cavab verdi: "Bəli balalarım, hər biriniz mənim qəlbimdə açan gül kimi saf və gözəlsiniz." Nənə hər axşam onlara nağıllar danışır, həyatın yaxşılıq üzərində qurulduğunu öyrədirdi. O həmişə deyirdi ki, kim ürəyində sevgi daşıyırsa, onun həyatı da güllər kimi ətir saçacaq. Nəvələr bu sözləri yadda saxlayırdılar. Onlar böyüdükcə də nənələrindən öyrəndikləri sevgini insanlara ötürürdülər. Beləcə nənəmin gül ətri yalnız bir evin içində deyil, bütün kəndə yayılırdı.